Hava məlumatını nəzərinizə çatdırırıq. Belə ki, noyabrın 10-da Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi səhər, cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 9-13, gündüz 17-20 dərəcə isti, atmosfer təzyiqi isə 765 mm civə sütun olacaq. Sabah Naxçıvan ərazisində də havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur 18-21 dərəcə isti olacaq. Qeyd edək ki, noyabrın 10-da Azərbaycanın bütün rayonlarında da hava yağmursuz olacaq. Bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək. Temperatur gecə 8-13, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-4, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.